heç əraziyə daxil ola bilmirlər. Əlində də balta, dedi ki, özünü yaxşı apar, buradan çıx get. İnsan bizə çox ağır işgəncələr verir. Birinci Qarabağ müharibəsində iştirakçı olan bir neçə şəxs isə 2001-ci ildə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Sabunçu rayonu Maçlağa qəsəbəsi Ləhəş bağları deyilən ərazidə təxminən 1 hektara yaxın torpaq sahəsi verilir. Onlar isə bu 24 il ərzində nəinki burada bir iş görmək, heç əraziyə daxil ola bilmirlər. Səbəb isə yerli sakinlərdən birinin onlara mane olmasıdır. Yanında olan Eyvazov Vaqif və Vəliyev Teymur, bundan başqa bizim döyüş yoldaşımız Məmməd Həsənzadə Asifin yoldaşı Natiqə xanım. Bu torpaqları bizə Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi bağ təsərrüfatı kimi vermişdi. Müharibə veteranları olduğumuz üçün 2001-ci ildən bu günə kimi biz dəfələrlə burada abadlıq işləri aparmaq istəmişik, lakin ona baxmayaraq bizə buradakı sakinlər dədə-baba torpaqları olduğu üçün imkan verməmişdilər. O vaxtdan bəri biz mübarizə aparmışıq, neçə dəfələrlə setqalamışıq, söküblər. Sənədlə sübutla verilib də torpaqlar. Təbii ki, müqavilə əsasında və 2022-ci ildə mənə rəsmi olaraq çıxarış verdilər. Yəni kubça adlandırılmış rəsmi çıxarış. Belə deyək də, sizə burada torpağa kim icazə vermiş? O kimdir, konkret adları var yoxsa? Dilşad Paşayeva adlı bir xanım gəldi, başladı ki, bu torpaq mənimdir. 2024-cü ildə mən uşaqlarla bura gələndə bunlar da dayanmışlar o evin yanında bir oğlu ilə, əlində də balta, dedi ki, özünü yaxşı apar, buradan çıx get. Balta da əlində bir növ hədə gələr. Bir də burada olanda, Azərlə bir yerdə biz burada gələndə o bizə ağır sözlər dedi. Torpağı bizə dövlət veribdi. Amma bu insan bizə çox ağır işgəncələr verir. Yəni ki, ora qaçızdırır, bura qaçızdırır. Biz bura gəlmişik, bizə burada hücumlar olur üstümüzə. Mən buradan gəlib zəbt eləməmişəm ki, bu torpağı. Bu torpağı mənə dövlət veribdi. Müqavilə ilə gördüm, heç nə alınmır. Məhkəmə yolundan çıxarışımı almışam. İndi də qardaş, bu çıxarışında həmin qadın şikayət eləyib, zapret qoyublar torpağa, nə satmağa, nə tikməyə, nə girməyə. Girə bilmirəm torpağıma. Onlara qarşı cinayət işi açılıb və onların sənədlərinin saxta olmağı təsdiq edilib. Ya bu torpaq kimindir həqiqətən? Mənim dədə-baba torpaqlarımız olub. Tarix ərfəsində Milli Arxivdə tarix sənədini çıxartmışam. 1886-cı ildən bu günə kimi bizim ailəmizə istifadəsində olması haqqında bütün sənədlərimiz var. Bəs bu şəxslərdə də sənədlər var ki, bunu dövlət bunlara verib 2001-də. Xeyr, dövlət verməyib onlara. Onların sənədlərinin saxta olması artıq təsdiq olunub istintaq tərəfindən. Bunlarda bəs çıxarışlar var, torpağın çıxarışı. Bəs çıxarışları həbs qoyulub hamısına. Məsələ ilə bağlı sözügedən ərazinin aid olduğu Maçlağa bələdiyyəsinə gəldik, amma bələdiyyə sədri bu məsələnin onlara hər hansı bir aidiyyətinin olmadığını bildirdi. Qeyd edim ki, adı çəkilən ərazi Ləhəş bağları Maçlağa bələdiyyəsinin tabeliyindədir. Mülkiyyət hüququnu təsdiq edən sənəd kimə məxsusdursa, həmin şəxsin hüquqları dövlət tərəfindən qorunur və həmin şəxs mülkiyyət hüququndan irəli gələn subyektiv hüquqlarını məhkəmə qaydasında həyata keçirə bilər. Lakin bəzən təcrübədə eyni torpaq sahəsində bir neçə şəxslərin iddiası olur. Bu zaman həmin maraqlı şəxslər birinci şəxsin adına qeydiyyata alınmış çıxarışı məhkəmə qaydasında mübahisələndirmə hüququna malikdirlər. Və tərəflər arasında yaranan bu cür mülkiyyət hüququndan irəli gələn mübahisələr və iddialarla bağlı məsələlər məhkəmə qaydasında öz həllini tapmalıdır.